Salam əziz izləyicilər, əziz məntiq sevərlər. Bugün mən sizlərlə Lütfüzadə adına Riyaziyyat Məntiq Olimpiyadası kitabından sınaq 25-ci izahını paylaşacağım. Bir məlumatı sizlərlə paylaşmaq istəyirəm ki, bizim 10 günlük Lütfüzadə ikinci tur hazırlıq qruplarımız, sürət qruplarımız yaradılıb, marafondur və Lütfüzadə imtahanda düşə biləcəyi çətinlik səviyyəsi artırılmış suallardan ibarət bir qrup yaradıram. Hansı ki, həmin qrupdakı şagirdlər sırf o sualları işləyəcək və o suallarla bağlı bizim hər axşam canlı olaraq uşaqlarla marafonumuz olacaq. Ödəniş barədə ödəniş məlumatlarını izah bölməsinə yazacağım. Qatılmaq istəyənlər, yerlər məhduddur, saylar məhduddur. Qatılmaq istəyənlər bizlərlə əlaqə saxlaya bilərlər. Deməli, birinci testimizdən başlayaq. Birinci testimizdə deyir ki, sadə hesablamadır. Sadəcə olaraq əməllər sırasını düzgün tapmaq lazımdır. Bu hesablamada deyir ki, 12 bölünsün 4, vuraq 3, üstə gedək 3 bölünsün 3-də 1, vuraq 2. İlk öncə biz 12-yi 4-ə böləcəyik, eləyəcək 3. 3-ü 3-ə vuracaq, eləyəcək 9. Bu hissəni tamamlayandan sonra bura gəlirik. 3-ü 3-də 1-ə böləndə eləyəcək 9, vuraq 2 eləyəcək 18. Növbəti bu hissə 9 alınmışdı, bu hissədə 18 alınıb. Və oradakı işarə plus olduğuna görə 9 plus 18 bizə verəcək 27 D variantını. İkinci sualımız hesab əməllərinə aiddir. Natural ədədlərdən də riyazi sualda götürülə bilər. Hesab əməlləri mövzusunda da qarşımıza çıxa bilər. Burada deyir ki, A, B və C natural ədədlərdir. AB 6, AC hasili isə 18 olduğuna görə A plus B plus C cəminin ən böyük qiyməti deyəndə biz bizim əlimizdə olan ədədlərə maksimum verməliyik. Baxın, A hər iki vuruqda olduğuna görə mən C-yə əsasən ayı 18, daha doğrusu ayı 1 götürürəm. Çünki maksimum dediyinə görə C-də ayı 6 götürsəm, AB-də ayı 6 götürsəm, AC-də C-yi 3 götürmüş olaram. Bu da ki, bizim maksimum şərtimizi ödəmir. Ona görə də mən burada A-ya 1 deyirəm, B-yə 6 deyirəm, C-yə də 18 deyirəm ki, bizim maksimumluq şərtimiz ödəsin. Cəmi soruşur, 1 plus 6 plus 18 bərabər eləyəcək 25 A variantına. Üçüncü sualımız yenə natural ədədlər mövzusuna aiddir. Baxaq üçüncü sualımıza deyir ki, x bölünsün y bərabərdir 4 bölünsün 3-ə. Y bölünsün z bərabərdir 5 bölünsün 2-yə. Ən kiçik qiymət deyirsə, mən burada y hər iki nisbətdə olduğuna görə mən y-ə deyirəm 15. Y-ə 15 deyirəmsə, 15 burada olacaq. 15-dən 3 alıb 5-ə bölübsə, deməli x 20 olacaq. 5-ə bölüb 4 alıb. Y 15-dirsə, 3-ə bölüb 5 alıbsa, z-də 6 olacaq. Olacaq burada nə? X bərabərdir 20, Y bərabərdir 15, Z bərabərdir 6. Sadəcə bərabər kəsrlər formasında yazdım və Y hər iki nisbətdə iştirak edildiyinə görə mən Y ən kiçik 15 yazdım. Bizdən nəyi soruşur? Bu cəmi soruşur. 20-nin üstə 15 gəndə 35, 6 da gələndə edəcək 41 C variantı. Dördüncü sualımız natural ədədlər mövzusuna aiddir yenə. Deyir, ardıcıl 5 tam ədədin cəmi. Ardıcılsa biri n-dir. N plus 1-dir, N plus 2-dir, N plus 3 və N plus 4-dür. Ardıcıl 5 ədədin cəmi neçəyə bərabərdir? 160-a bərabərdir. Bunların cəmi 5n plus 3, 6, 10. 5n plus 10 bərabərdir 160-a. 5n bərabərdir 150-yə, tənli olaraq həll edirik. N bərabərdir 30 alırıq. Və bizdən ən böyüyünü soruşursa, ən böyüyü budur. 30 plus 4 bizə verəcək 34 C variantını. 5-ci suala baxaq. Yenə natural ədədlərdir. Deyir ki, burada x, y, z ədədləri bir-birindən
fərqli natural ədədlərdir. Bu cəmi soruşur. X vurulsun Y bərabərdir 12'dir. X bölünsün Z bərabərdir Y-dir. Baxın, Y-in vuruğu elə olmalıdır ki, X-in Z-ə bölünməsi bizə Y-i verə bilsin. Mən Y-ə neçə deyirəm? Y-ə deyə bilərəm 2. Y-ə 2 deyəsəm, burada olacaq 6. 6 olsa, burada 3 olacaq. Deməli, X bərabərdir 6. Yenə cavablarımızın üstünü tuturuq. X bərabərdir 6'ya, Y bərabərdir 2'yə, Z bərabərdir 3'ə. Və bizdən bunların nəyini soruşur? Cəmini soruşur. Bunların da cəmi eləyəcək 11D variantı. Bunları tapmaq aslında çox sadə hissələrdir. 6-cı sualımız da yenə natural ədədlər mövzusuna aiddir. Bu səhifə ümumiyyətlə natural ədədlər mövzusuna aid oldu. Deməli, sadəcə olaraq bizim görməyə, bəlkə də testlərdən alışdığınız bir hissələrdir. Deməli, burada deyir ki, K bölünsün M plus 2 bərabərdir 2'də 5. Görürsünüz ki, 2'də 5 düzgün olmayan kəsirdir. Ona görə K bölünsün M bərabərdir 2'də 5 çıxılsın 2 kəsirini mən 2'də 4 formasına yazırım. Çünki 2'də 4 forması 2 kəsirindən bərabərdir. K bölünsün M bərabərdir 2'də 1'ə. Və K'nın ala biləcəyi ən kiçik qiymət K 1'ə bərabərdir. M isə 2'yə bərabərdir. Olacaq 1 A variantı. 7-ci suala gələk. 7-ci sualda deyir ki, AB və BA 2 rəqəmli ədədlərdir. Mən ilk öncə natural ədədlərdə biz bilirik ki, AB formasında yazılanda 10A üstə gələk B kimi açılışıdır. Plus 10B üstə gələk A formasında açılışdır. Bərabərdir 132. Birləşdirsək buradan 11A üstə gələk 11B bərabərdir 132'yə. Hər ikisində ortaq vuruq 11 olduğuna görə mötərizə xaricinə çıxardırıq. Bərabər eləyəcək 132'yə. A plus B də bərabərdir 12. 12 də bizim D variantımızda var. Sonra 18-ci sual. 8-ci sualda deyir ki, ən kiçik qiymətini soruşur. A bölünsün 7, B qalıq 5. Ən kiçik deyirsə, 7'nin üzərinə 5 gələndə burada 12 eləyir. Aya 12 deyirəm. 12'yi 7'yə böləndə 1'də 1 eləyir. Və bunların ən kiçik cəmi eləyəcək 13. Nəyə görə 12 götürdüm? Çünki qalıq 5 alan ən kiçik ədəd 12'dir. Çünki 7'nin üzərinə 5 gəlirəm 12 eləyəcək. 9-cu sualda deyir ki, A natural ədədinin 5'ə bölünməsindən alınan natamam qismət B və qalıq 3'dür. Bu ədədin 3'ə bölünməsindən alınan natamam qismət C və qalıq 2'dir. A ədədinin 5'ə bölünməsindən. Deməli, A ədədinin 5'ə bölünməsindən alınan qalıq nədir? B ədədi alınır və qalıq 3'dür. Düzdürmü? İndi deyir ki, B ədədinin də 3'ə bölünməsindən natamam qismət C qalıq 2'dir. İndi baxın, elə ədəd seçməliyik ki, 5'ə böləndə qalıq 3 alınsın, 3'ə bölünəndə qalıq 2 alınsın. Mən burada səhv eləmirəmsə neçəni götürmüşdüm? 38'i götürmüşdüm. 38 idi mi? 38 olsa 15, 38 idi səhv eləmirəmsə. Çünki 38'i 5'ə böləndə 7 qalıq 3 düşmüşdü. 38'i 3'ə böləndə 36, 38'i 3'ə böləndə 10, 12 qalıq 3 idi. Bəli. Bunu 38 götürmüşdüm və burada təxmin etmə yolu ilə də sadəcə sonu 8'ləri yoxluyordum. 5'ə böləndə qalıq 3 olan sonu 8'lər idi. 38'də uyğun gəldi. 27, 28 götürəndə 3'ə böləndə 1 qalıq qalırdı. Ona görə uyğun gəlmədi. 15'ə A ədədinin 15'ə bölünməsindən alınan qalıq neçədir? 7, 3'ə böləndə qalıq yox. Bu neçə götürmüşdüm mən burada? 48. 42 idi mi? 43 idi mi? 43'ə böldüm 8, 8'i 3'ə böldüm. A ədədini 43 götürmüşdüm. Bəli, A ədədini 43 götürmüşdüm. Bunu 43 götürmüşdüm. Çünki B-nin 3'ə bölünməsindən indi yadıma düşdü.
V'nin 3'e bölümü. Bunun hamısını yazmışam PDF formasında. Qruplarınıza atacağım. Qrupa qoşulmaq üçün də əlaqə saxlaya bilərsiniz. 43'ü 5'e böldüm. Mən 8 aldım, qalıq 3. 8'i 3'e böldüm. 1 çıxdı, qalıq 2'dir. Deməli, indi 43'ü 15'e böləcəm. 43'ü 15'e böləcəm. 2 dəfə 30, 13 qalıq var. 48'də də eyni qaydada həll eləmək olurdu. 48'də, amma 3 dəfə qalıq 3, 5 olurdu. Yəni o şəkildə alınmadı. 13 cavabımız A variantıdır. 10-cu sualda hesablamadır. Deməli, buradan eynirik. İlk önce 0,3'ün üstüne 2'də 7 gəlirəm. Yəni 0,3'ün üstüne gəlirəm. 3,5 eləyəcək 3,8. 3,8'in üstüne 2 0,6 gəlirəm 4. 4,4. İndi sonra da 4,4'ü 0,2'ye bölürəm. Virgülləri silirəm. 44'ü 2'ye böləndə 22. Ha yox, səhv getdik. Elə getmirik. Deməli, buradan inirdik. Burada 0 tam neçə almışdı? 3,5, 3,8 bölünsün 0,2 eləyəcək. Bu da eləyəcək 19. Birinci bölməni yazmaq yadımızdan çıxdı. 19'un üstə də 0,6 yəni eləyəcək 19,6. Mən ümumi ardıcıllıqla getmişdim. 11-ci sualda deyir, aşağıda verilmiş kəsirin düzgün olmayan kəsir olması üçün x-in ala biləcəyi ən böyük ədəd hansıdır? Ən böyük deyirsə, düzgün olmayan kəsir olması üçün 2x minus 4 böyük olmalıdır 9'dan. 2x böyükdür. Nədən? 13'dən. X da bərabər olmalıdır. Ən böyük ədəd deyirsə, x da böyük olmalıdır. Nədən? 7'dən. Düzdürmü? Kiçik şəklində gəlir də 6 olsa 12 olacaq. Ən böyük ədəd. İşarəmiz dəyişir. İfadəmiz dəyişir deyə. 2x kiçik 13, x bərabər 6 olur ki 13'dən ən kiçik ədəd 12 eləsin. O da 6 eləyir. C bəndi. 12-ci sualda nə deyir? 12-ci sualda deyir ki, aşağıdakı müqayisələrdən hansı doğrudur? İlk öncə bunları onluq kəsirinə yazaq. A bərabərdir. A bərabərdir 1,3. B bərabərdir 1,3. C bərabərdir 1 tam yox daha doğrusu. 1 tam mində 3. Və biz bilirik ki, tamlar eyni olanda onda bir, yüzdə bir, mində birlərə baxırıq. Ən böyüyü burada A-dır. Sonra B'dir. Sonra ise C'dir. A, B, C, D variantı. A böyükdür. Minə bölündə mində 3. A böyükdür birdən, o da böyükdür C'dən. Sonra 13-cü sualda. Deyir, məktəbdə qız şagirdlərin sayının oğlan şagirdlərin sayına olan nisbəti 7'dir. 3'ün 7'yendir. Qız şagirdlərin sayı 200'dən çox olduğuna görə, baxın, qızlara mən x deyirəm, oğlanlara y deyirəm. X-in y-ə nisbəti neçədir? 3'ün 7'yə nisbəti. Düzdür? Deyir ki, qız şagirdlərinin sayı x-lar 200'dən çox olduğuna görə. Qız şagirdləri 200'dən çox olduğuna görə, deməli, 200'dən çoxdursa, mən buna deyə bilərəm nə? 201 deyim də, 3'ə bölünən ən kiçik ədəd 201'dir. 201'i 3'ə böləndə neçə düşəcək? 201'i 3'ə böləndə 6, 18, 67. İndi gəlin görək, bu 7, məxrəcdəki 7'yi də 67'yə vuranda eləyəcək 469. Baxın, bunu necə yazdım? 200'dən böyük bir ədəd deyirsə, mən 200'dən böyük 3'ə bölünən 201'i götürdüm. 201'dən 3 alıbsa, deməli 201'i hər hansı bir ədədə bölüb ki, yəni 67'yə bölüb ki 3 alıb. İndi məxrəcdəki ədədi tapmaq üçün, y-i tapmaq üçün, oğlan sayını tapmaq üçün 7'yi 67'yə vururam. Və bu da eləyəcək 469. Bizdən də ümumi sayı soruşur. Ümumi sayımız da eləyəcək neçə? Ümumi sayımız bizim 600.
670 eləyəcək C variantı. 670 C variantı. Sonra 14-cü sualımız. 14-cü sualımızda deyir, bir krant havuzu 12 saata doldurur. Krantdan axan suyu 20% artırsaq, yəni 120 olsa, 120 litr olsa, 12 saatda deyir, eyni havuz neçə saata dolar? 120 12'ye bölür, o da deyəcək 10 saata tam dolmuş olacaq. 15-ci sual. Deyir, bir məftil 12 bərabər parçaya bölünür. Əgər həmin məftil 8 bərabər parçaya bölünsəydi, hər bir parça 10 cm daha uzun olardı. İndi cavaba baxırıq. Deməli, ədədimizin bu variantların içərisində hansı 12'ye bölünür? Baxırıq. 280'i 12'ye bölsək, görək bölünür 12'ye. 28'in 2 dəfə 24. 40'ın içində 12 yoxdur. 240'ın içərisində 240'ın 12'ye böləndə düşəcək 20. 240'ı 8'e böləndə düşəcək neçə? 30. Hər bir parça 10 cm daha uzun olardı. Bu şərti saxlayaq. 212'ye bölünmür. 180'i 12'ye bölsək, 1 dəfə 15. 180'i 8'e bölsək, 188'e 16, 20 bölünmür. Və burada cavabımız 240 formasında alınır. 240'ı 12'ye böləndə 20 düşür. 240'ı 8'e böləndə 30 düşür. Deməli, 8 metr bərabər hissəyə bölsəydi 10 cm daha uzun olardı. Ona görə də cavabımız olacaq 240 B variantı. 16-cı sualımızda. 16-cı sualımızda asan dərsində yuxarıda vermiş sual işarəti. 3'ü 2'yi bucaqların sayına vurur. Yazır 2 vuraq 3 6. 3'ü 4'e vurur. 4'ü 5'e vurur. Şimdi burada da 5'i 6'ya vuracaq. Cavab edəcək 30 B variantı. 17-ci sualımız maraqlı suallarımızdan biridir. Deməli, burada necə yazırıq? Deyir, sinifləri aşağıdakı verilən variantlardan hansı sinifləri göstərmir? Siniflərimizi 3 hissələrə ayıraq. Bu neçə dənədir? 1, 2, 3, 4, 5, 6, 7, 8. 8, 2, 1, 2. Bu da 8. 828. 828 var. Çıxdıq. Növbəti sinifimiz. 3 dənə sinifimiz var. 1, 9, 9. 199 var. Sildik. Sonra 3 dənə sinifimiz burada var. Deməli 8, 9, 7. 897 var, sildik. Deməli bizim verilən variantların heç biri bu sinifə aid deyil. 288 ifadəsidir. Cavab C variantı. 18-ci sualımızda yer aşağıdakı fiqurlardan hansı fərqlidir? Fərqli olanı mən 18'də B variantı kimi götürmüşəm. Çünki baxırıq ki, bunun sola doğru çıxıntısı, yuxarı doğru çıxıntısı, sağa doğru çıxıntısı var. Və biz bunu 90 dərəcə hərəkət etdirsək, B variantını şəkildə ala bilmərik. Şəkili tutursunuz və 90 dərəcə çevirirsiniz. Ona görə də B variantımız alınmayacaq. 19-cu sual. 19-cu sualda nə deyir? Şəkildə göstərildiyi kimi oxlarla göstərilmiş istiqamətlərdə ədədlər arasında qanuna uyğunluq vardır. Gəlin baxaq. Əslində çox xoşlayıram belə misalları. 16 ilə 19 arasında 3 fərq varsa, deməli bunlar arasında 3 fərq var. Və sabit ədəddirsə A olacaq 13. 10 ilə A arasında 3 fərq varsa 13'dür. 13, 16, 19 B olacaq 20 neçə? 3 gələndə. Deməli 19 yuxarıdan aşağı bir də gəlirsə 30 ola bilər. Ya bu burada tamamlanırsa qoy 27'nin altından aşağıda gələk. B olacaq 30, C olacaq 33. Və bizim bunlar cəmini soruşursa təbii ki belə bir cavabımız alınmır. İndi baxaq. B'yi 19'a nisbətən yazsaq irəliləyirsə üçgəni 22 eləyəcək. İndi bura baxın. 27'dən 22'yi 5 çıxmaqla alıb. Deməli 22'dən də 5 çıxanda C olacaq 17. Bunları toplayanda
5, 35, 17 də gələndə 2, 40, 52. C variantı bəli, düz tapmışıq. Neçənci sualdır? 19-cu sual. 49 verilib cavabda. B variantı. Yenə baxaq. Qanuna uyğunluq oxlarla göstərilmiş istiqamətdə ədədlər arasında qanuna uyğunluq vardır. 3 olsa məsələn, ayı tapmışdıq 13. 33, 43, 30 da gələndə 70 edir. Bu kəsinliklə olmaz. 16, 19, 3 gələndə 22. 27-dən 22 çıxanda, bəlkə 22-dən 5 çıxanda 17 qalır. Mən neçə gəlmişəm üstünə? 13 plus 30, 13 plus 20, 22 eləcək 35 plus 17 gələndə 12, 4, 1, 52. Bəli, C variantı aldım. Yəni siz başqa cavab alırsınızsa yorumlarda qeyd edirsiniz. 20-ci sualda. Deyir ki, sayğacda 9 rəqəmli bir ədəd verilib. Bir xəta səbəbindən bəzi rəqəmlər görünmür. Sayğacdakı ədədlərin yüzlüklər mərtəbəsindəki ədəd, yəni 3, bir-bir yazmağa başlayaq. 3 rəqəm eyni sinifdəki digər rəqəmlərinin cəminin yarısıdır. Aha, indi baxaq, bəzi rəqəmlər görünmür. Yüzlüklər mərtəbəsindəki rəqəm eyni sinifdəki digər iki rəqəminin cəminin yarısıdır. Məsələn, cəminin yarısıdırsa, 7'nin yarısı, 4 üstə qədər 10'un yarısı, 3'ün yarısı, 9'un yarısı, 4,5'dir. İndi baxaq, 286.900, 33.546. Aha. İndi bu ədədləri bir-bir yazaq hamısını. 286 milyon 963.963.546. Burada yoxlayaq görək. Düzlüklər mərtəbəsi digər ikisinin yarısını biraz ödəyir. B bəndini yazsaq 286.963.246. 963.246'dır. Bu ödənmədir. 546 bu da ödəyən kimi bir şeydir. Və bu 546 deməli hər bir ödəyə bilər. 10 minliklər mərtəbəsindəki rəqəm, milli 10 minlik rəqəm, minliklər mərtəbəsi rəqəmin 2 mislidir. Bəli, A variantıdır cavabımız. Elə A variantındakı rəqəmlər bizim şərtimizi ödəyəcək. 21-ci sual. 21-ci sualda deyir ki, baxın burada bir dənə şərt tapdım. Deyir ki, 5, 10. 5 dənə deyək ki, bunun bucağı var, düzdürmü? 5 dənə bucağı var və yaxud da daxilində 5 dənə fiqur var. Və bunun daxilində 3 dənə fiqur var. 3 olacaq birinci mötərizəmiz. Və 5-dən 10'u almışıqsa, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bir də 10. 10 dənə deyək ki, içində xətti var. Burada 8 dənə xətti var. Bir də 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə xətti var. İndi gəlin görək bunun içərisində neçə dənə xətt var. O bizə verilən 3 bucaqda 1, 2, 3, 4, 5, 6, 7 dənə xətt var. 3 ilə 7 cavabımız D variantında uyğun gələcək bizdə. 22-ci sualda. 22-ci sualda deyir ki, aşağıda verilmiş kub açılımlarının hansına bütün qarşı yüzlərdə olan ədədlərin hasili cüt ədəddir. Qarşı yüzlərdə 2, 3, 6 düzdür. 1 ilə 5 təkdir. Ona görə bu getdi. Qarşı yüzlərimiz 3, 6'dır. 1 ilə 5'dir. 1 ilə 2 cütdür. 3 ilə 5, 20'dir. 3 dəfə 6, 18. B bəndi ola bilər. 6, 1, 6. 3 ilə 5, 15 bu getdi. 1, 4, 4. 3 ilə 5, 15 bu da getdi. Cavabımız olacaq B variantı. Sonra 23-cü sual nə deyir? Bərabər uzunluqdakı 6 çubuq ucularındakı deşiklərdə bərkidilər hərəkət edəcək şəkildə bağlanmışdır. Bir-biri ilə bağlı bu çubuqlardan yuxarıdakı kimi fərqli şəkillər etmək olur. Bu çubuqlardan aşağıdakı həndəsi fiqurlardan hansını düzəltmək olmaz? 3 bucaq formasını düzəltmək olarmı?
hər uclarındakı deşiklərə, bərklərə hərəkət olacaq. Deməli, bu çubuqlardan kvadrat ola bilməz. Çünki hər biri yəni bir-birinə birləşərək kvadrat formasını düzbucaq şəklində gələ bilməzlər. Paraleloqram düzəltmək olar, düzbucaqlı düzəltmək olar. Çünki biri uzun. Bu neçə dənədir? 1, 2, 3, 4, 5, 6. 1, 2, 3, 4, 5, 6. 6 dənədirsə, digərlərindən düzəltmə 1, 2, 3, 4, 5, 6 dənə. 6 dənədirsə biz bundan kvadrat düzəldə bilmərik. Aydındırmı? Birimiz aydındır. 24-cü sualda yenə ardıcıllıq kimi baxıram mən. Birinci addımda neçə kibrit çöpü istifadə olunur? 1, 2, 3, 4, 5 dənə. İkinci addımda 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə. İkinci addımda 9. Üçüncüdə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 dənə. Üçüncüdə 13 dənədir. İndi baxaq. 4'e vurur 1 gəlir. 4'e vurur 1 gəlir. Bəli, deməli burada 1'in 4'e vurur 4, üstə 1 gəlir 5. Üstə 2'yi 4'e vurur 8, üstə gəlir 1, 9. Burada 8-ci adım deyirsə 8'i vurur 4'e 32, üstə də 1 gəlir 33. B variantı. 25-ci sual. 25-ci sualda aşağıdakı şəkillərdən hansı yanında verilmiş kublardan ibarət fiqurun hər hansı bir tərəfdən görünüşü deyil? Aha, deməli, görünüşü deyilsə, mən bunu necə eləyə bilərəm? 25. Baxın, bu öndən görünüşüdür. Buraya yazıram. Öndən görünüşüdür. Bu yuxarıdan görünüşüdür. Bu hansı hissədən? Biz bunu üstten ya yandan görsək bu da olur. Ama C variantındaki kimi bir çıxıntımız bizim yox olmadığına görə C variantını biz ala bilmirik. 26-cı sualımız. 26-cı sualda deyir ki, şəkildə bir kubun açıq şəkli verilmiştir. Bu kubun aşağıdakı verilen hansı iki yüzü birbirine paraleldir. Hansı iki yüzü? Baxın, deməli, paralel olan hissələr qarşı özlər olmayacaq. Qarşı özlər çıxırıq. Yəni bir-birinə paraleldirsə qarşı özlər çıxırıq. Dairə ilə üçbucaq qarşı özlərdir. Bununla ulduz qarşıdır. Rombla dairə də qarşıdır. Ona görə də D variantı qarşı olmayan üzvləri götürə bilərik. Aha, 27-ci şəkildə. Deyir, bir usta 3 gündə 3 cüt ayaqqabı, şagirdi isə 5 gündə 2 cüt ayaqqabı düzəltdi. İkisi birlikdə 30 gündə neçə cüt ayaqqabı düzəldə bilər? 2 gündə 3 cüt ayaqqabı düzəldirsə, 30 gündə 2 dəfə 15 dənə 2 gün var. 15'i 3'e vuranda yiyecek 60. 15 günü. 30 güne ikisi birliktedir. Düzdürmü? 2 günde 3 cüt ayakkabı düzeldirsə 30 gündə 32'ye bölürük 15. 30 gündə 3 15'e vururum 45 eləyəcək. 5 gündə 2 cüt ayakkabı düzəldir. Bu da 12 eləyəcək. Bunların da cəmi 7, 57. Məni qorxutmuşdu. Elə bilirəm 5, 15'e vururum. Bəli. 3 gündə bax 30'u bölürəm 2'ye. 30 gündə 15 dənə 2 gün var. 2 günə 3 ayaqqabı düzəldirsə 15'i 3'e vururum 45 eləyir. 30 gündə 6 dənə 5 gün var. 6'ya vururam 2 cüt ayaqqabı 12 eləyir. Və bunları toplayıram eləyəcək 57. 28-ci sual. 28-ci sualda nə deyir? Deyir ki, şəkildə düzbucaqlar müəyyən bir qayda ilə sırayla düzülmüşdür. Əgər hər sətrə 2 dənə düzbucaqlar əlavə edilərsə,
Ümumi cüzbəucaqların sayı neçə? Ümumi cüzbəucaqların sayını müəyyən edin. Baxaq görək burada çətin misal oxşayır. 1, 2, 3, 1, 2, 3, 4, 5, 6, 7. 7 dənədirsə, hər biri neçədən artır? 1, 2, 3, 1, 2, 3, 4, 5, 6, 7 dənə. Cəm 3, 6, 10, 15, 21, 28. Hər sətrə 2 dənə düzbucaqlar əlavə edilərsə, hər sətrə 2 dənə əlavə olunur. Belə qalmır ki, olacaq nə? 1-ə 2 əlavə olunursa 3, 2-yə 2 əlavə olunursa 4, 5, 6, 7, 7 olsun. 1, 2, 3, 4, 5, 7, 7, 5. 4 əlavə olundu, 5 əlavə olundu, 6 əlavə olundu, 7 əlavə olundu. 9 dənədirsə, 3-ün üstə 4, 7, 7-ün üstə 5, 12, 18, 25, 25-in üstünə eləyəcək 33, 42. D variantı. Bu şəkildə yaza bilərik. 29-cu sual. Bir kubun üzərində 1-dən 6-ya qədər rəqəmlər təsadüf şəkildə yazılmışdır. Kubun bir üzü üst-üstə durarkən yan üzlərindəki rəqəmlər cəmi 14'dür. 1-dən 6-ya qədər rəqəmlər təsadüfi yazılmışdırsa, kubun üzü üstə durarkən yan üzlərdəki rəqəmlərin cəmi, yan üzlərdəki, yəni məsələn üzü üstə durursa, yan üzlərdəki rəqəmlərin cəmi 14'dürsə, deməli, bunda neçə ola bilər? Kub başqa üzü üstə düşərkən yan üzlərin rəqəmləri cəmi 18'dir. Bu kubun altı yazılan üzü qarşısındakı üzün hansı rəqəm yazılmışdır? İndi biz elə yazmalıyıq ki, deməli, məsələn 6 dənədirsə, mən burada qarşı üzvlərə kimi 1 ilə 5'i götürsəm, kənarda nə qalacaq? 2, 3, 4. Düzdürmü? Bunların cəmi 5, 9 eləyəcək. Mən qarşı üzvlər kimi 1 ilə 3'ü götürsəm, qalacaq nə? 2, 4, 2, 4, 5, 6 qalacaq. 2 üzrə 4, 6, 11, 17 boylayacaq. Üzərində duran ki, yan üzərindəki rəqəmlərin cəmi 14'dür. 1 ilə 2 yox, 1 ilə 3'ü, məsələn 3 ilə 5'i götürsəm, burada nə qalacaq? 2, 4, 6. 6, 6, 12 yox, belə olmur. Nətər götürə bilərik bunu? Qarşı üzvlərini elə götürək, bir dəfə götürəndə 18, bir dəfə götürəndə 14 alınmalıdır. 18'dirsə, deməli 1'in üstünə düşsə, burada 1'in üstünə düşsə, görünən üzvlərimiz olacaq 2, 3, 4, 5, 6 görünməyəcək, yan üzvlərdir. 6 görünməyəcək. 5, 9, 14. Bu birin üstə yuxarıda düşür. 6'nın üzərinə düşmüş olsa, başqa öz üstə durarkən yan üzlərindəki rəqəmlər cəmi 18'dir. Şimdi deyək ki, 2'nin üzərində düşdü. 2'nin üzərində düşsə də 1, 3, 4, 5. Burada da 6. 1'in üstə 4, 8. 4'ün üstə 8'in üstə 10. 8'in üstə 1, 3, 4, 8, 13, 19. 6'nın üzərində düşürsə, 6'nın üzərində düşürsə 6'yı götürə bilmərik. Amma 2'nin üzərinə düşdüyünü götürdükdə 4, 8, 13, 19 yox. Deməli 2'nin üzərinə düşmür. Biz bilirik ki, birinci şəklimiz bu kubun 6 yazılan üzün qarşısındakı üzün 6 yazılan üzünün qarşısındakı üz 1 ola bilər. 5. Bir dəfə bax. Qarşı üzvlərdirsə 5 üzünə düşsə 1, 2, 3, 4 və 6'dır. 3, 6, 10, 16. Düzdürmü? 18 eləmir.
Üzün qarşısındakı üzündə hansı rəqəm yazılmışdır? Biz bu üzü üstə düşən durarkən üzərindəki rəqəmlərin cəmini tapmalıyıq. Bir üzü üstə durarkən yan üzlərdəki rəqəmlərin cəmi 14'dür. Bu hansı üzü üstə durur? Bu birin üstündə durur, düzdürmü? Yandakı rəqəmlərin cəmi 14'dür. Və 14 isə birin üzərində də durursa 1 olmur. 2, 3, 4, 5. 5, 9, 14. Deməli, birin qarşısında 6'dır. Düzdürmü? Birin qarşısında 6. Məsələn, birin qarşısında 5 olsa 6'yı buraya yazsaq 5, 4, 9, 15 olmur. Birin qarşısında 6 olsa. İndi məsələn, kub başqa üz üstə durarkən yan üzdəki rəqəmlərin cəmi 18'dir. Mən deyim ki, 3'ün üstündə dursa 1, 2, 1, 2, 4, 5, 6. Bir üzün üstündə dursa yan üzlərin cəmi 4 dənə rəqəmin cəmi eləməlidir. 1, 6, 3, 13, 7, 12, 18. Bəli, rəqəmlərin cəmi, yan üzlərindəki rəqəmlərin cəmi 18'dir. 3'dürsə 3, 4, 7, 12, 18. Burada da 3'ün üzərində durur, düzdürmü? İndi mənə deyir ki, kub başqa üz üstə durarkən yan üzərindəki rəqəmlərin cəmi bu kubun altı yazılan üzün qarşısındakı hansı üzdə rəqəmlər yazılmışdır? 4 dənə, 5 dənə. Hansı rəqəmlər istifadə eləmədim mən burada? 5, 9, 6. 5'dən istifadə eləmədim. 1'in qarşısında 5'dir. 6'nın qarşısında 5'dir. 29-cu variant adı. 1'dirsə, mən burada 5'dən istifadə eləmədim. 5, 9, 1'i yuxarı qoydumsa, bəli. Yəni, 1'in aşağı üzündə 5'dir. 1'in aşağı üzündə 5'dirsə, 6 yazılan üzün qarşısındakı üzündə hansı rəqəm yazılmışdır? Baxın, burada 1'dir, burada 5'dir. Düzdürmü? Aşağıda istifadə eləmirəm də 5'dən. 6 yazılan qarşısındakı. Baxın, burada necə qura bilərik? 6'ya qədər rəqəmlər təsadüfi şəkildə yazılmışdır. Kubun bir üzü üstə durarkən yan üzlərdəki rəqəmlərin cəmi 14'dür. 14 olması üçün birdən 6'ya qədər rəqəmlərdir. Olacaq 6, 4, 10 və 6, 4 yan üzlərdir. 6, 4, 1, 11, 3. Düzdürmü? Burada nə olacaq? 5 olacaq yuxarıda. 6, 4, 1, 3. 5 yuxarıdadır. Bax, deyək ki, 6 buradadır. Bir dənə kub çəkək. 6 buradadır. 4 buradadır. 6 buradadır. 4 buradadır. Bunların rəqəmləri cəmi məsələn bərabər eləməlidir. 3 arxadadır. 1 buradadır. Yox, 1 yuxarıdadırsa, üzü üstə 1 buradadırsa, gedək 9, 5, 14. Belə yaza bilərik. Baxın. Kubunu düzəldəndə biraz alındı. Vaxtımızı çox apardı bu. Qırmızı şəkildə kubu düzəldək. Çəkəndə daha rahat başa düşmək olur. Mən 1'i aşağı yazıramsa, 1 ilə, baxın, mən bura 6 yazıram. Düzüm üz üstə düşən fiqura 1 deyirəm. Bura yazıram, 6'nın qarşısına yazıram nə? 5. Yox, 6'nın qarşısına bura yazıram 5. 6, bura yazıram 4, bura yazıram 3, məsələn, bura yazıram 2. 6 ilə qarşı-qarşıya duran, bayaqdan rahat görsənir. 6 ilə qarşı-qarşıya duran fiqur. Deməli, bunu 6 yazdığımızda qarşısındakı üzün hansı rəqəm yazılmış? 1'dən 6'ya qədərdirsə, bunların cəmi
7 eləyə bilər də. 7 eləyə bilərsə 6'ın qarşısında 1'dir, 1'in də qarşısında 6'dır. Yəni mən bu şəkildə bir cavab alıram. Mən deyək ki, üz üstə deyirəm 1 aşağıda dayanıb da bu aşağıdadır. Qarşı tərəfdə olacaq, bunun üstündə olacaq 6. Yan tərəfdə olacaq 2, bu tərəfdə olacaq 5, bu tərəfdə olacaq 4, bu kənar tərəfdə olacaq 3. Düzdürmü? 1'in qarşısında 6 dayanır, 6'nın da qarşısında 1 dayanır. Fərqli bir cavabınız varsa yorumlarda qeyd edin və hansı üsulla niyə o şəkildə alırsınız, onu da qeyd edin. 30-cu sualda deyir, sürətləri eyni olan iki idmançı maniyələrin olduğu bir yolda yarışırlar. İdmançılar hər maniyədən tullanarkən maniyəyə toxunmazlarsa, o az saniyə maniyəyə toxunub işlədirlərsə 5 saniyə vaxt sərf edirlər. Hər idmançı yarışı 45 saniyədə, ikinci idmançı 60 saniyədə tamamlayır. İkinci idmançı birinci idmançıya nəzərən 12 dənə daha çox maniyəyə toxunub ilişir. Əsasən A və B fərqini tapın. 12 dənə daha çox maniyyə ilişmişdir. 60 bölək 45, 45'i 5'e böləndə 60, 45 bölək fərqini tapın deyir. A saniyə maniyyə toxunub işləyirlərsə 5 saniyə vaxt sərf edirlər. İlişərlərsə 5 saniyə sərf edirlər. Toxunmazlarsa A saniyə, toxunurlarsa 5 saniyə vaxt sərf edirlər. Deməli 60 saniyədə tamamlayır, 12 dənə daha çox maniyyə toxunub. Burada biz nə yazaq? Nə yazaq? Ən yaxşısı 45'i 15'e bölək. Daha doğrusu 45 60'a olan nisbətini tapaq. Eləyəcək burada nə? 45'i 15'e böləndə 3, 45'i 15'e böləndə 4. 4'te 5, yox 4'te 3 var mı? Yoxdur. Bu şəkildə yaza bilmərik. Deməli, ilk idmançı 45 saniyədə, ikinci idmançı 60 saniyədə tamamlayır. 60'dan 45 çıxanda qalacaq 15 saniyə. İndi 15 saniyə 5 saniyə sərf edirlər. 15 saniyə gec sərf olunubsa, deməli 45 toxun ilişmişdir. 5 saniyə sərf edirlər. Hər maniyyə tullanarkən maniyyə toxunmazlarsa A saniyə, maniyyə toxunub ilişərlərsə ikinci idmançı birinci idmançıya nəzərən 12 dənə daha çox maniyyə toxunub ilişmişdir. 12 saniyə. Dalma işə gəlmədi. Bəlkə də saat gecdir. Saat 2:22'dir. Bu sualımıza sonra baxarıq. Növbəti videoda ilk olaraq bunu paylaşacağım. Əgər yenə də yorumlarda qeyd edilərsiniz, ağlınıza hər hansı bir test gəlsin. Sınaq 25'in sonuna gəldik. Qeyd elədiyimiz kimi 10 günlük marafonumuz aktivdir. Qoşula bilərsiniz. Sabahdan başlayacaq dərslərimiz. Yüksək nəticə əldə etmək istəyirsinizsə, çox az da deyil. Sadəcə 10 günlük nəticə əldə etmək istəyənlər üçün nəzərdə tutulub, bazası yoxlanıb götürüləcək uşaqlar və sizlərlə müxtəlif testləri həmin o marafonda işləyəcəyik. İzlədiyinizə görə təşəkkürlər. Sınaq 26'da görüşərik.